Salam əziz dostlar, bugün istəyirəm Azərbaycanın qədim quymaqlarından biri Girdəkan doşab quymağını bişirəm. Bu ləzzətli quymağı bişirməyə 2 yemək qaşığı düyü ununu yaxşıca qovururam. 10 dəqiqə qovurduqdan sonra 2 yemək qaşığı sarı yağ əlavə edirəm. Yaxşıca qarışdırıb qovrulu küncütləri artırıram. Sevdiyiniz qədər də doşab artırın. Yaxşıca qarışdırdıqdan sonra hər qaşıq una 1 livan yarım qaynar su əlavə eləyin. Mən 3 livan qaynar su əlavə elədim. Yenə sevdiyiniz qədər zəfran və gül suyu da artırın. Yarım livanda çərxlənmiş girdəkan artırıram. İstərsəniz əgər küncüt ərdəsi də əlavə eləyə bilərsiniz. Mən artırdım. Qapağını yarım şəkildə qoyuram ki, artıq buxarı çıxsın. Az atəşdə 45 dəqiqə elə 1 saat zaman verirəm ki, yağa düşsün. Yağa düşməsinə az qala kəpşində yazılan ədviyələri də artırıram. Yaxşıca yağa düşdükdən sonra bir balaca da qazmaq bağlamış olur. Serv qabına alıb bir girdəkanla bəzək verirəm. Filmdə görünən kimi gözəl bir qazmaq da olmuşdur. Çox ləzzətli və istilıq bir quymaqdır. Mütləq yoxlayın. Pişirən, yeyən hər kəsə nuş olsun. Məni Explordan görən əziz dost, Azərbaycan və Türk dünyasının qədim yeməklərini öyrənmək istəyirsən əgər, mənim peycimə bir baş vur. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.